Misli Premyer Liqasının 6-cı turunda Qəbələni qəbul edəcək Qarabağ oyunu itkilərlə çıxacaq. Bunu Fanat Aza açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib. Komandada cəzalı futbolçu yoxdur. Marko Yankoviçlə Xoni Montielin zədə səbəbindən Qəbələyə qarşı oynamayacağı dəqiqdirsə, Nəriman Axundzadə dünəndən komanda ilə məşqlərə başlayıb. Qarabağ-Qəbələ qarşılaşması sentyabrın 26-sında keçiriləcək. Azərsun Arena baş tutacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Hazırda 7 xal olan köhlən atlar turnir cədvəlinin 5-ci, 4 xala malik qırmızı qaralar isə 10-cu pilləsində qərarlaşıblar.